Xoş gördük sizləri. Mən Nalə Axundova. Bugün sizlərlə 2024 dil nəşrlərindən 1-ci qruplar üçün 20 sınaq kitabının 12-ci sınaq imtahanının suallarının izahlarını paylaşacağım. Çalışma 1. Fiqurun bütün bucaqları düz bucaq və verilənlərdə tərəflərdə verilib bizə onun sahasını hesablayın. Eyni bu sual 5-ci sinif tapşırıqlarından, 5-ci sinif riyaziyyat kitabında eyni bu tapşırıq var. Yəni, məncə 5-ci siniflər onun öhdəsindən gəlirlərsə, yəni sizlər də eyni tapşırığın üzərinə çox asanlıqla gələ bilərsiniz. GH-ı bizə verib 3-dür, AH 2-dir, YD 3-dür, AB 4-dür. Bizə soruşur ümumi sahəni. Nə edərəm? Mən elə bunu böyük belə bir düzbucaqlıya tamamlayaram. Fikir verin. Bu düzbucaqlıdan böyük yaşlı çıxaram da. Düzdürmü? 2-dir. Bu hissə şərtdə verilib GF. Burada 2-dir. Onda belə çıxır ki, H 7-2-dir. Düzdürmü? Onda ümumi bu oldu 7. Həmin o verilmiş sahəni tapmaq üçün A, B, C, D-nin sahəsindən çıxaram. G, F, Y, H-ın sahasını. A, B, C, D-nin sahasını tapanda 4 vur 7. Çıxılsın yaşlı sahası da 3 vur 2. O da bərabərdir. 28-dən 6-sını çıxıram. Cavabımız 22. B variantı. Çalışma 2. Fəhlələr, yolun 5-də 2 hissəsini birinci gün. Ümumi yolun uzunluğu olsun X. 5-də 2 hissəsini birinci gün. İkinci gün 3-də 1 hissəsini, qalan, yəni 3-cü gün qalan 2 kilometrini asfaltladılar. Yolun uzunluğunu tapın. X çıxılsın. Həmin o 5-də 2 üzərinə gəl. 3-də 1 X bərabər deyilmi 2-yə? X çıxılsın. Bunu 15-ə gətsəm, 3-ə və 5-ə vursam, 6 ilə 5-in cəmi 15-də 11x. Əgər 2-dirsə, 15-də 4x 2-dir. X də bərabərdir. 15-i 2-yə vurub 4-ə bölsəm, cavabımız 7 tam. Onda 5-dir. D variantı. Çalışma 3. Verilmiş tənliklər sistemindən gəlin. X plus Y cəmini tapaq. Birinci kəsrin, baxın bunun, 24-ə vursam, 8x çıx, 3y 24-dür. 5x üzərinə gəl, 3y, bu 54-dür. Tərəf-tərəfə toplasaq, 13x 78-dirsə, x-imiz 6-dır. X-in yerinə 6 yazsam, 30 üzərinə gəl, 3y 54-dürsə, 3y, 54-dən 30-un çıxsaq 24, y 8-dir. Bizdən də x üstə gəl, y soruşulur. 6 üzərinə gəl, 8. Cavabımız 14-dür. A variantı. Çalışma 4. 40% 60 olan ədədin 80%-ni tap. Nadi tənasüb 80-i 60-a vurub 40-a bölsək, cavabımız 120-dir. C variantı. Çalışma 5. Mənfi 2/2, mənfi 2/7 ədədi hissəsinin mənfi hədlərinin cəmini tapın. Birinci araşdıraram. A1-imiz mənfi 3/2D. Sonra gələndən, əvvəl gələn çıxsaq, yəni A2-miz mənfi 2/7 deyilmi? A2 çıxılsın A1. Bu da eləyəcək 0/5. Mənə lazımdır mənfi hədləri, yəni A-ın kiçikdir 0-dan. Hansı hədlərdə 0-dan kiçik olan? A-nın yerinə A1 plus n çıxılsın 1 vurda, kiçikdir 0-dan. Mənfi 3/2 plus 0/5-imizi də 2-də 1 yazıram. N çıx 1, kiçikdir 0-dan. 2-də 1 vur, n çıxılsın 1, kiçikdir 3/2-dirsə, n çıxılsın 1, 6/4-dən kiçikdir. N də kiçikdir 7 tam, onda 4-dən. 7/4-dən kiçik, yəni 7 həddi mənfidir. Mənə lazımdır S7-ni tapın. 2A1 plus 6-da böl 2 vurulsun 7. 2A1-im eləyəcək. A1-imiz mənfi 3/2 idi. Demək, mənfi 6/4 D-imiz
0,5, 2-də 1-dir. D-nin yerinə də 0,5 yazsam. 3 bölü 2 vur 7. Yəni, mənfi 3,4 bölü 2. 1,7-ni 7-yə vurduqda, bu da edir mənfi 11,9. Y variantı. Və yaxud da ki, bu qədər yazınca zaten az bir həddir. Və bu cür yazaram. 0,5 azaldaram da. Mənfi 3,2 çıx 2,7 çıx 2,2 0,5 getdi. Çıx 1,7 çıx 1,2 çıxılsın 0,7 bir də çıxılsın 0,2. Bunları hesaplayaram. Necə gedək ki, tez hesablayaq. Bu ikisi elədir. Mənfi 3,4. Bu ikisi elədir. Mənfi 3,4. Bu ikisi elədir. Mənfi 3,4 ki, bunları bir toparlayıram. Mənfi 10,2 çıx 1,7. Bu da eləyəcək. Mənfi 11,9. Bir yazı ilə də bu işin öhdəsindən gələ bilərsiniz. Çalışma 6. A parametrin hansı qiymətində y bərabər 3x çıx 2 və y bərabərdir x üstə gəl 6 düz xətlərdən kəsişmə nöqtəsi bu parabolanın üzərində olacaqdır. Həmin bu funksiyanın qrafikinə aid olacaq. Əvvəlcə bu ikisinin kəsişmə nöqtəsini tapırıq. Bunun üçün 3x çıxılsın 2-ni x üstə gəl 6-ya bərabər etsəm. 2x-imiz 8-dir. X də bərabərdir 4-dür. X-in yerinə 4 yazsam, baxın burada. Y bərabərdir 4 plus 6. Yəni y-im olacaq 10-dur. Gətirirəm. Həmin bu 4, 10 nöqtəsini verilmiş bu kvadratik funksiyanın üzərində yerləşdirirəm. 10 bərabərdir. X-in yerinə 4 yazsam 16. Çıx 20 plus A. A da bərabər. 10 üzərinə gəl 4. Cavabımız 14-dür. D variantı. Çalışma 7. Bərabər yanlı trapesiyanın diaqonalı onun iki bucağını 25-38 olan iki hissəyə bölübdür. Bura 25 dərəcədir, bura 38 dərəcədirsə, bizdən trapesiyanın kör bucağı soruşulur. Bilirik ki, trapesiyanın bir tərəfinə, yan tərəfinə kiçik bucaqlarının cəmi 180 dərəcədir. Alfanı tapanda 180-dən çıxıram 25-lə 38-in cəmini. Yəni 180 dərəcə çıxılsın 63 dərəcə. Cavabımız 117 dərəcə. C variantı. Çalışma 8. Hündürlüyü 24 olan silindrin oturacağının radiusu onunla eyni böyüklükdə olan kürənin radiusuna bərabərdir. Silindrin tam səthinin sahəsi bu kürənin səthinin sahəsindən nə qədər çoxdur? Silindrin hündürlüyü 24-dür. Eyni böyüklükdə demək həcmləri bir-birinə bərabərdir. Silindrin həcminə yazaram pi r kvadratı vur h. Kürənin həcminə 3-də 4 pi r kürənin kubu. Bunlar bir-birinə bərabərdirlər deyə nağdı pi'lər getsin. R kvadratı ilə r kubunu ixtisar aparıb h-ın da yerinə 24 yazsam bərabər 3-də 4 sağda bir r qalır. R də bərabər. 4 ilə 24-də ixtisar aparıram sağlı sollu 6. R'imiz olacaq 18. Bu həm silindrin eyni zamanda kürənin radiusudur. İndi nə deyilir? Silindrin tam səthinin sahəsi kürənin səthinin sahəsindən nə qədər çoxdur? Yəni S silindirdən çıxacaq S kürəni. Silindrin tam səthi 2 pi r vurulsun r plus h-dır. Kürənin səthinin sahəsi çıx 4 pi r kvadratdır. Hətta bu cür edim də. Demək 2 pi r kvadratı plus 2 pi r h çıx 4 pi r kvadratı. Zaten r'lər eynidir. Onda 2 pi r h çıxılsın tez hesablayın deyə bunu etdim. Bu da bərabərdir. 2 pi r'i çıxararam mötərizə xaricinə qalır. H çıxılsın r. Bir dənə bax, səhv getmədi nəsə. Bu bərabərdir. Bizə verilən bir dənə yeriyək buradan. Bizə verilən h 24-dür. R'imiz neçə idi? 18-dir. 2 pi vur 18 vurulsun. 24 çıxılsın 18. Bu bərabərdir. 36 pi vurulsun 6. Bu da eləyəcək 216 pi'dir. B variantı. Çalışma 9. Verilmiş tənliyin kökləri cəmini tapın.
Gəlin adi kvadrat tənlik kimi bunu vuruqlarına ayıraq. Loqaritm 3 əsasdan x çıx 3, loqaritm 3 əsasdan x çıx 2. Hasili 6 cəmi -5 olan ədədləri yazdıq. Bir dəfə loqaritm 3 əsasdan x-imiz 3-dür. Bir dəfə loqaritm 3 əsasdan x-imiz 2-dir. Onda bir halda x 3-ün kubu 27-dir. Bir halda x 3-ün kvadratı, yəni 9-dur. Bizdən də kökləri cəmi soruşulur. 27 plus 9 cavabımız 36-dır. Y variantı. Çalışma 10. Hansı funksiya artandır? Baxın, fikir verirəm ki, verilən funksiyalar üstü funksiyalardır. A üstü x-də əgər A1-dən böyükdür, funksiya artan funksiyadır. Əgər A0-1 arasındadırsa, funksiya azalan funksiyadır. Əsas 1-dən böyükdür, artandır. Əsas 0-1 arasında azalandır. Amma burada nəyə diqqət yetirək? Fx funksiyası özü artandısa, bir mənfi fx funksiyası olur azalan, qarşısına mənfi atdıqda. Bir də 1 bölü fx funksiyası olur azalan funksiya. Yəni, mənə verilən bu funksiyanın özü, orijinal forması artan funksiyadırsa, bir qarşısına mənfi atsam olacaq azalan, bir də 1 bölünsün yazsam olacaq azalan. Bax, bu funksiya necə funksiyadır? Özü artandır, amma qarşısında mənfi var, artıq azalandır. Əsas 1-dən böyükdür. Çünki bundan bir təqribən 2/2 ilə 2/3 arasında ədəd çıxır ki, birinci xanda 1 tam neçəsə. Yəni, funksiya artan funksiyadır. Özü 3/2, 0-1 arasındadır. Azalandır, amma qarşısında mənfi var. Artıq funksiya artan funksiyadır. Cavabımız 2 və 3. Y variantı. Çalışma 11. Verilən çevrədə radius 24-dür. AMC qövsünün uzunluğu soruşulur. Bunun üçün mən mərkəzi bucağı müəyyən edirəm. Daxilə çəkmiş 30-dursa mərkəzi bucaq 60-dır. Çevrə qövsünün uzunluğu pi alfa bölünsün 180 dərəcə. Bu bərabərdir. Pi vurulsun 24, vur alfamız 60 böl 180, yəni 8 pidir. A variantı. Çalışma 12. Verilən münasibətlərdən hansı doğru deyil? Birinci hal, bu doğrudur. Çünki, baxın, bu istəyir müsbət olsun, istəyir mənfi olsun. Müsbət olsa, bərabərdə şərt ödəyəcəkdir. Mənfi olsa, yenə bərabərdə şərt ödəyəcək. Amma biri mənfi, biri müsbət olduqda, onda böyük şərt ödəyəcək. Bir doğrudur. İkinci doğrudur. Çünki müsbət olsa, yəni ikisində də bərabər şərt olacaq. Mənfi olsa, yenə bərabər şərt ödəyəcəkdir. Biri mənfi, biri müsbət olsa, sağdan daha böyük modulca müsbət ədədlər çıxacaqdır. Daha böyüyəcək ədəd, soldakı ədəd kiçik qalacaq. Bu da doğrudur. Üçüncüdə bir yanlışlıq vardı. Çünki bunun müsbət halı ilə bərabərdir. Amma mənfi halı ilə bərabər deyil axı. Ona görə bu səhvdir. Üçüncü səhvdir. C. Dördüncü hal. Bütün qiymətlərində mənfili müsbətli doğrudur. Və beşinci hal yenə doğrudur. Çünki fikir verin, əgər ki bunlardan biri müsbət, ikisi də müsbətdir deyək. Doğrudur, doğru deyil. Bir yerdə qiymət də yaza bilərsiniz. Doğrudur. İkisi də mənfidir. Fikir versəz, doğrudur. Biri müsbət, biri mənfi, yenə doğrudur. Cavabımız C variantı. Çalışma 13. Verilmiş tənliyin böyük kökünün tam hissəsini tapın. Gəlin bunu vuruqlarına ayıraq. 7-ni apar vururam axıra. 7 vur 44. Elə alınırmı 44-dən 7-də mənfi 37? Amma hansı mənfi, hansı müsbət olsa? X çıx 44 vurulsun. X üstə gəl 7. 7-yə də bölürəm. Baxın, belə bir tam kvadratlı vuruqlara ayırmayın. 7-ni apar vururuq axıra. Onu vuruqlara ayırırıq. Nəyi axıra vurmuşamsa onu mötərizənin qarşısında yazıram. Nəyi vurmuşamsa ona da bölürəm. 7 vurulsun. X çıxılsın bu eləyir. 6 tam 7-də 2. X plus 1. Ayrı-ayrıqda 0-a bərabər etsəm. 1 kökü 6 tam 7-də 2-dir. İkincisi mənfi 1-dir. Bizdən də böyük kökünün tam hissəsi soruşulur. 6 tam 7-də 2-nin tam hissəsi ilə 6-dır. B variantı. Çalışma 14. Belə bir ifadənin qiymətini tapmaq üçün cüt dərəcəli köklərdən mənfi ədəd çıxmayacağına baxacaq. 2 böyükdür, kökdə 7 böyükdür. Kvadrat kökü aparır. Böyüyü atırıq qarşıya.
kökdə 7 çıx 2. Çıx yenə cüt dərəcədir. 4 kökü aparır. 3 çıxılsın kökdə 7. Qarşıda çıxma olduğuna görə çıx 3 plus kökdə 7. Bu kök tək dərəcədir. Aparır olduğu kimi çıxır. Amma qarşıda çıxma əməli var. Plus 9. Bu bərabər kökdə 7-lər 2 kökdə 7 ilə gedir. -5 plus 9. Cavabımız 4'dür. A variantı. Çalışma 15'də. Verilmiş A1 çoxhədlisinin dərəcəsi 7, A2-nin dərəcəsi 5 olarsa, belə bir çoxhədlinin dərəcəsini necə tapaq? Baxın, A1-in dərəcəsi 7-ni vururam 2-yə. A2-nin dərəcəsi 5 verilib, 5-i vururam 3-ə. A1-in dərəcəsi 7, A2-nin dərəcəsi 5-dir. Qüvvətlərində yazıram. Birinci mötərizədə ən böyük qüvvət 15-dir deyə dərəcə 15-dir. Plus, ikincidə ən böyüyü 7-dir, 4-ə də vuracam, 28-dir. Vuranda da qüvvətlər toplanılır. Cavabım 43'dür. B variantı. Çalışma 16. Verilmiş bu tənliyin 0-90 intervalına daxil olan köklərinin dərəcələri cəmi tapın. Bu ifadə tangens alfa çox betadır. Yəni tangens 8x-dən 3x-in çıxıram. 5x bərabərdir kökdə 3. 5x bərabər kökdə 3'ü pi bölü 3 plus pi kada alır. 3'ə də bölsəm, 5'ə də bölsəm pi böl 15 plus pi k bölünsün 5. Pi bölü 15 12 dərəcə. Üzərinə gəl pi k böl 5, yəni 36k. Verilmiş aralığa düşən dərəcələri tapmaq üçün x-ə, k-yə qiymət verib x-ləri tapıram. K-nın yerinə 0 yazsam, oldu 12, düşür o aralığa. Yəni 12 plus 36 vur 0, 12. K-nın yerinə 1 yazsam, 12 plus 36 vur 1, yəni 48. K-nın yerinə, bu 120 oxşadı, dərəcədir bu burada. K-nın yerinə 2 yazsam, 12 plus 72, 84. Artıq 3 yazsam, o aralığa düşməyəcək. Bizdən də bunların cəmi soruşulur. 12, 48 bu 60'dır. 84 ilə də toplayanda 144. A variantı. Çalışma 17. İlk 20 natural ədəddən təsadüfi seçilmiş 3 ədədin hər birinin 3'ün bölünəni olması hadisəsinin ehtimalını tapın. 20'dən kiçik 3'ün bölünəni olan 3'dür, 6'dır, 9'dur, 12'dir, 15'dir və 18'dir. 20 ədədin 6'sı 3'ün bölünənidir. Və bizə deyir ki, 3'ün seç. 3'ü də bölünəni olsun. Birincinin 3'ün bölünənin olma ehtimalı 20'də 6. İkincidə 19'da 5. Üçüncüdə 18'də 4. Fikir verdiniz, məxrəcdə bir azaltdıq, sürətdə bir azaltdıq. Sürət əlverişli hallar, məxrəc mümkün hallar oldu. Bu bərabərdir. 6 ilə 18 geçsin 3. 5, 4, 20 eləyir, ixtisar gedir, geriyə qalır. 57'də 1'dir. A variantı. Çalışma 18. Oturacağı diagonalları 6, 8 və onlar arasında qalan bucaq 30 dərəcə və hündürlüyü 14 olan düz prizmanın həcmini tapın. Prizmanın həcmi bilirik ki, S oturacaq vur H-dır. Oturacaq ixtiyari 4 bucaqlıdır deyə sahəsi. D1 deyir ki, sinus alfa böl 2 deyil mi? Bərabərdir. 6 vur 8 sinus 30 dərəcə böl 2. Bir də vur 14. 2 ilə geçsin 7'dir. Bu bərabərdir. 48 vur 2'də 1 vur 7. 2 ilə 24 ixtisar geçsin. 48 ixtisar geçsin 24. 7'yə də vuranda eləyəcək 168. D variantı. Çalışma 19. Vermiş limiti hesaplamaq üçün, baxın, bu ifadənin gəlin qoşmasına vuraq və bölək. Yəni 3n plus kökdə 9n kvadrat üzərinə gəl. 5n plus 2'yə həm vururuq. 3n plus kökdə 9n kvadrat plus 5n plus 2'yə bölürük. Sürəti kvadratlar fərqi kimi çıxaq. 9n kvadrat çıx, qarşıda çıxma var. 9n kvadratı çıx, 5n çıx 2. Məxrəc 3n üzərinə gəl 9n kökdə. Kvadrat plus 5n üzərinə gəl 2. Limit n yaxınlaşır sonsuzluğa. Həmin bu 9n kvadratları gedir. İndi surət və məxrəcin hər birini ən yüksək dərəcə olan elə n-ə böləcəyəm. Surət -5n böl n çıx 2 böl n
məxrəc 3n bölən, üstə gəl kökdə, amma eni kökün daxilinə salsam, olacaq n kvadratı. 9 böl 9 elə, n kvadratına böləndə 9 qalacaq, plus 5n böl n kvadratı, bir də plus 2 böl n kvadratı. Baxaq nə qaldı? O n'lərin məxrəcində n qalanlar zaten sıfıra gedəcək n sonsuzluğa yaxınlaşanda. Mənfi 5 bölünsün 3 plus kökdə 9, bu da eləyir mənfi 6-da 5. B variantı. Çalışma 20. Müstəvidən 12 sm olan məsafədə müstəviyə baxın 2 mail çəkilib. Bizdən soruşulur onların proyeksiyaları cəmi. Tutaq ki, bura 12 verilib, A-dır, B-dir, C-dir, D-dir. Bu da 90'dır, bu da 90'dır. Biri 13'dür, biri 20'dir. Bizdən proyeksiyaları cəmi, yəni BC plus CD soruşulur. Birinci 3 bucaq ABC'də. BC-ni araşdırıram. Kökdə 20'nin kvadratı çıx, 12'nin kvadratı. Bir dəfə çıxaram. 8, bir dəfə toplayaram. 32. Bu da bərabərdir 256, yəni 16'dır. Digər isə 3 bucaq ACD'də. CD bərabərdir kök altında 13'ün kvadratı çıx, 12'nin kvadratı. Bir dəfə çıxıram, bir dəfə toplayıram. Bu da bərabərdir 5. 16 ilə də 5'i toplasam cavabımız 21'dir. A variantı. Çalışma 21. Verilmiş bu ifadəni eyni bir mötərizədə üstü 5 yazaq. 1 plusu vurulsun 1 çıxı bərabərdir. Bunda kvadratlar fərqi kimi çıxaq ki, i kvadrat mənfi 1'dir deyək. 1 plus 1 2, 2 üstü 5'imiz də eləyəcək 32. D variantı. Çalışma 22. Verilmiş xətlərdə hüzurlanmış fiqurun sahəsini tapın. Verilmiş funksiyalar biri budur. Digəri budur. Bizdən tələb olunan bu hissənin sahəsini tapmaqdır. Kəsişmə nöqtəsinin koordinatı lazımdır mənə. X kvadratı x plus 2'dirsə, x kvadrat çıx x minus 2'ni bərabər eləsəm 0'a. X çıx 2, x plus 1 0'dırsa, ya x'imiz 2'dir, ya x'imiz mənfi 1'dir. Yəni, bura mənfi 1, bura 2'dir deyə, onda olacaq mənfi 1'dən 2'yə, yuxarıda olan y bərabər x plus 2, aşağıda olan y bərabər x kvadratdır. X plus 2 çıxılsın, x kvadratı dx, x'in integralı x kvadratı bölü 2, 2'nin integralı 2x, çıx x kubu böl 3. Mənfi 1'dən 2'yə. Birinci yuxarı sərhəddi yerinə yazsam 2 plus 4 çıx 3'də 8. Sonra aşağı sərhəddi yerinə yazacağım. Mənfi 1 yazanda 2'də 1 çıx 2 plus 3'də 1. Yəni 6 çıxılsın 3'də 8. Çıx 2'də 1 plus 2 çıx 3'də 1. Bu neçə edir? 8 çıx, bu ikisi 3 edir. Bir də çıx 2'də 1, cavabımız 4 tam, onda 5'dir. A variantı. Çalışma 23. Tərəfləri 12, 16, 20 olan üçbucağın hündürlükləri cəmini tapın. Növünə görə verilmiş üçbucaq, düzbucaqlı üçbucaqdır. Katetlər 12, 16, hipotenuz 20'dir. Bilirik ki, hər bir üçbucağın 3 hündürlüyü var və hətta düzbucaqlı üçbucaqda 2 hündürlükdən biri bir katet, biri digər katetdir. Üçüncü hündürlük hipotenuza çəkilmişdir. Katetləri hasilinin hipotenuza olan nisbətidir. Yəni 12 vur 16 böl 20'dir. Bu da bərabərdir 4'ə 5, 4'ə 4'dür. 48 bölünsün 5. Bu etdi mi? 9 tam 6. Bizdən də həmin o H1, H2, H3 cəmi soruşulur. 12, 16 plus 9, 16. Bu ikisi edir 28. Üstünə də 9, 16'nı gələndə 37 tam, onda 6'dır. Çalışma 24. Kanun hansı qiymətində verilmiş bərabərlik eynilikdir? Gəlin, bu ifadəni tangens kvadratı alfa çıx sinus kvadratını sadələşdirək. Tangens sinus böl kosinusdur deyə sinus kvadrat böl kosinus kvadratı.
çıx, sinus kvadratı yazacağım. Sinus kvadratını çıxarsaq mötərizə xaricinə. 1 böl kosinus kvadratı alfa çıx 1. Bəs 1 böl kosinus kvadratı çıx 1 eynilik değil mi? Bilirik ki 1 plus tangens kvadratı o 1 böl kosinus kvadratıdırsa 1 böl kosinus kvadratı alfa. Onda 1 böl kosinus kvadratı çıx 1 o tangens kvadratıdır. Bizə də deyir k vurulsun tangens kvadratı alfa vur sinus kvadratı alfa. Deyir ki bu ne zaman doğrudur? K'nın hansı qiymətində? K'nın 1 qiymətində. Çalışma 25. Vermiş ABC üçbucağında MN AC'ye paraleldir. Deməli, üçbucaq MBN oxşardır üçbucaq ABC'ye. Bu baxımdan MB'nin AB'ye nisbəti K'dır. SMB'nin ABC'ye nisbəti bərabərdir K kvadratıdır. MB 2 hissə verilib. Bura 2 hissədir. MA 3 hissədirsə, onda ümumi 5 hissədir. Oxşarlıq əmsalımız 2-nin 5-ədir. SMB'nin SABC'yə nisbəti 25-də 4-dürsə, onda SMBN 4 hissədir. 4S-də SABC bərabərdir 25S-də. Yəni yuxarı 4S-dir, ümumi 25S-dir. Onda həmin bu rənglədiyimin payına baxın görün qalırmı? 25S çıxılsın 21S. 4S. O da eləyir 21S. Bərabərdir 63. 21S 63-dürsə S 3-dür. Bizdən də MBN soruşulur. 4'ü 3'e vururam. Cevabımız 12'dir. Çalışma 26. Natural ədədin sonuna 7 artırıldıqda alınan ədədin cəmi, natural ədədlə onun sonuna 7 artırıldıqda alınan ədədin cəmi 260'dır. Bu ədədlərin fərqinin modunu tapın. Həm də 2 rəqəmli ədədim AB'dir. Niyə 2 rəqəmli götürdüm? Mən bir rəqəmli götsəm, sonuna 7 artırsam, toplasam 260 etməz. AB'nin sonuna 7 artırdıqda alınan AB 7 ilə AB ədədinin cəmi bir alt-alta yazacağım 260'dır. 7 ilə nəyi toplasam 3 sona sıfırla bitər? 3'ü. B 3'dür. 7 ilə 3, 11 yaddamız var. Düzdür? 3 ilə nəyi toplasam 1 yaddamız var 6 eləyər. O da 2'dir. Onda ədədimin biri 237, digəri 23'dür. Çıxanda deyiləcək. Fərqinin modulu soruşulur. Modul 237 çıx 23. Bu da bərabərdir 214'dür. Digər versiya necə yazarıq? İndi mən bunun test tapılması ilə dedim. AB 7, üzərinə gəl AB, bərabərdə 260. Burada A 100'lük rol oynuyor, burada 10'luk rol oynuyor. 110A, burada B 10'luk rol oynuyor, təhlik rol oynuyor. Plus 11B, plus 7 bərabərdə 260. 11'i bu ikisini də çıxarsam mötərizə xaricinə 10A plus B bərabər 260'dan da 7'ni çıxacağım. Oldu mu 253? Bunun yerinə 10A plus B'nin yerinə AB yaza bilərəm mi? Bərabərdir. 253'ü bölürəm 11'ə. AB bərabərdir 23'dür. Verilmiş ədəd 23'dürsə AB 7 ədədi 237'dir. Bizdən də bu iki ədədin fərqinin modulu soruşulur. 214'dür. Çalışma 27. Uyğunluğu müəyyən edin. A üstə gəl B üstü 7A plus 2B üstü 7, 3A minus 2B üstü 8 bizə deyir. Üçüncü həddi 21A üstü 5B kvadratdır. Burada nəyi test tutun ki, 2 dənə qeydimiz vardı. Bu binomun açılışıdır, düzdür. Bu 21 əgər ikincinin aid olsaydı orada bir cütümüz olardı. Çünki orada bir həddin də qüvvəti olacaq. O baxımdan o 1'i qeyb yoxlayacağım. Demək, üçüncü həddi deyəndə kombinizon 7'dən bir vahid az 2'ni götürürəm. O 2 olur. İkincinin qüvvəti, bu ikisinin fərqi olur. Birincinin qüvvəti doğrudan da 7'dən 2, 21 değil mi? 7 vur 6 bölü 2. A üstü 5 B kvadratı, o da 21.
A üstü 5 B kvadratı 1-ə aiddir. Əmsalları cəmi 2 üstü n düsturu ilə hesablanır. 2 üstü binomial əmsallarının cəmi 2 üstü n-dir. Bir var binomial əmsallarının cəmi, o 2 üstü n. Bir də var əmsallar cəmi. O da bu cür göstərim. Ax plus by üstü n-də binomial əmsalların cəmi 2 üstü n, əmsallar cəmi dəyişənlərin qarşısının üstü. Plusdursa plus, minusdursa minus üstü n. İndi o 256 2 üstü 8 deyil, onda qüvvəti 8 olan 3-ə aiddir. Binomial əmsalların cəmi, əmsallar cəminə bərabərdir. Bu, dəyişənlərin qarşısı 1 olanda keçərlidir. Misal üçün, x plus y üstü n-də və plus olanda. Əmsallar cəmi, o da 2 üstü n-dir. Binomial əmsallar cəmi, o da 2 üstü n-dir. Çünki əmsalları 1 daxil. Dolayı yolla 1-ə aiddir. 1-ə c aiddir. Ən böyük binomial əmsalı 70-ə bərabərdir. Bu, üstü 8 olacaqdır. Çünki kombinizon 8-dən 4 tam orta. 8-dən 4 bu deyil. 8 faktorial bölünsün 4 faktorial vur 4 faktorial. 4 ilə 8 gedir. Geriyə nə qalır? 5, 6, 7, 8, 4 faktorial 24'dür. 8 ilə getsin 3, 3 ilə 6, 2, 5, 2, 7. Bu da edəcək 73-ə d aiddir. Və üçüncü həddi ki 5, 2, 7 eləyir deyə o üstü 7'lərlə işləyəcəm. Böyük ehtimal ikincinə aid ola bilər, amma olmaya da bilər. Yəni bu heç birinə aid olmaya bilər. Ona görə G-bon yoxlayıram. Demək, burada 2-dirsə kombinizon 7-dən 2. 2 olur B-nin qüvvəti. O ikisinin fərqi olur. Birincinin qüvvəti burada 2 B-nin kvadratı yazacağım. Çünki ikinci həddim 2B-dir. Bir də A üstü 5. 7-dən 2, 21'dir. Vur. Bu 2B-nin kvadratı oldu mu? 4B-nin kvadratı. Vur. A üstü 5. Bu da 84'dür mü? Hə, 84'dür. Deməli, 2'yə də y aiddir. 1 AC-dir. 2, 7, 3, B, D-dir. Çalışma 28. Perimetri 24 olan rombun, haradakı tərəfi 6'dır. Kör bucağı 120 dərəcədir. Hətta bu qaydanı da yadımıza salaq. Rombun iki bucağı 60 və ya kör bucağı 120 dərəcədirsə, kiçik diagonal tərəfinə, böyük diagonal tərəfinin kökdə 3 mislinə bərabərdir. ABCD rombunda AB plus BC və AD plus DB vektorlarının skalyar hasilini tapın. Bakın görün, AB plus BC bizə elə AC vektorunu verirmi? Birinin sonu digərin başlanğıcıdır. AD plus DB bizə AB vektorunu verir. Yəni AC vur AB bərabərdir. Modul AC vur modul AB kosinus. İndi baxıram o ikisinin arasında qalan bucağa. AB ilə AC-nin arasında qalan bucaq. Əgər kör bucağı 120 isə, iti bucağı 60'dır. Onda tənbölən rol oynadığından bu da 30-30 bölünəcək və bura 6'dırsa böyük diagonal olacaq. 6 kökdə 3. Kosinus 30 dərəcə. AC diagonalı 6 kökdə 3'dür. AB diagonalı AB tərəfi 6'dır. Kosinus 30'da kökdə 3 bölü 2 alır. Bu da bərabərdir. 6, 6, 36 vur. Kökdə 3'ü kökdə 3'e. 3, bir də böl 2. Bu da bərabərdir. 54'dür. Çalışma 29. Oturacağı kvadrat olan düzbucaqlı paralpet formalı üstü açıq çənin həcmi 108'dir. Baxın, tutaq ki, belə bir çəndir. Oturacağı kvadratdır. Amma nəzərə alaq ki, yuxarıda hesaplamayacaq. Hündürlüyü də h olsun. Bilirik ki, həcm ABC, yəni en uzunluq hündürlük. A kvadrat vur h-dır, bərabərdir 108'dir. Oturacağım tərəfin uzunluğu nə qədər olmalıdır ki, səthinin sahəsi ən kiçik olsun? Baxın, ən böyük, ən kiçik sözü olan yerdə bir teorema gəlsin ağlınıza. Və o ən kiçik, ən böyük sözü nəyə şamil olunub? Səthinin sahəsinə. Yəni, S-in teoreməsini bərabər eləyəcəm 0'a. Bəs S nədir burada? Oturacağın sahəsi A kvadratı plus yan səthinin sahəsi. Yan səthi də P oturacaq vur h deyilmi? Bunun teoreməsi bərabərdir 0'a.
A kvadrat plus B oturacağı 4A vururam, yazıram. Vur H. Ki buradan da H-ı əvəzləyəcəm. 108 böl A kvadratı. Gətir burada yerdən yazacağım. A kvadratı plus 4A vur 108 böl A kvadratının törəməsi. O A ilə bu A kvadratının biri ixtisar gedir. Geriyə qalır A kvadratı plus 432 böl A. İndi törəmə alaq. A kvadratının törəməsi bu eləyəcək 2A. 432 böl A-nın törəməsi mənfi 432 böl A kvadratı. A kvadratına da vurub kəsirdən azad eləyirəm. Onda A kubu bərabər 432-ni 2-yə bölürəm. 216, 216 6-nın kubudur. A da bərabərdir 6. Tərəfinin 6 qiymətində səthinin sahəsi ən kiçik olacaq. Çalışma 30. İspat edin ki, diagonallar qarşılıqlı perpendikulyar olan parallelogram rombdur. Necə ispat edək? Çox sadədir. Fikir verin. Bu bizim olsun parallelogramımız. Ki, qabaqcadan romb kimi çəkməyimə baxmayın da parallelogram fikirləşək. Diagonallar qarşılıqlı perpendikulyardır. Bu da 90'dır, bu da 90'dır, bu da 90'dır, bu da 90'dır. Adlandırıram ABC-də. Bilirik ki, parallelogramın diagonallar kəsişir, kəsişmə nöqtəsində yarıya bölünür. Yəni, bura O deyək, AO bərabərdir OC-yə, bu da bərabər A-dır. Bura B-dirsə, burada B-dir bilirik. BO bərabərdir OD-yə, bu da bərabərdir B-dir. Üçbucaq AOB-də mən AB-ni araşdırmaq istəyirəm. Pifaqor teoreminə görə AB kvadratı bərabər deyilmi? A kvadrat plus B kvadrat. Baxın, həmin bu yaşıl üçbucaqdan AB-ni araşdırdım. Oldu A kvadrat plus B kvadratı. Sonra gedirəm. Bu mavi üçbucaqdan üçbucaq BOC-də araşdırıram BC-nin kvadratı. Baxıram Pifaqora görə o da A kvadratı plus B kvadratıdır. Onda AB-miz olur kökdə A kvadrat plus B kvadratı. BC-miz olur kökdə A kvadrat plus B kvadratı. Analoji yolla bunları da yazmaq olar. Amma zaten parallelogram veribdir. Parallelogramın da qarşı tərəfləri bir-birinə bərabərdir. Bu da kökdə A kvadrat plus B kvadratdır. Bu da kökdə A kvadrat plus B kvadratdır. Dörd tərəfdə bərabər olan parallelogram rombdur. Bu da bizim isbatımız. Bununla da biz sizinlə 2024 div nəşrlərindən birinci qruplar üçün 20 sınaq kitabının 12-ci sınaq imtahanının izahlarını yekunlaşdırdıq. Hələlik bu qədər. Gələn videolarda görüşərik. Sağ olun.